Günlərin bir günü bizim molla evində oturub, özü üçün pürrəngi çayını içib keyf eləyirdi. Aləm sakit, dünya dinc. Amma sən saydığını say, gör fələk nə sayır. Birdən küçədən elə bir səs gəlir ki, elə bil atlı qoşun gəlir. Qonşu nəfəs-nəfəsə özünü təpdi içəri. Ay molla, sən Allah tez dur gedək bizə, aman günüdür. Molla heç istifini də pozmur. Çayını bir qurtum da içir, qaşını qaldırıb sakitcə soruşur. Ay kişi, nə olub? Bu nə hayküydü? Yanğın zat düşməyib ki? Qonşu əllərini ölçə-biçə qışqırır. Nə yanğını? Ondan da betərdir. Evdə qırğındır. Arvadımla bacım bir-birinə giriblər. Saç-saça, baş-başa, bir-birini qırdılar. Ay molla, gəl kömək elə bunları ayıraq. Molla istəkanı yavaşca yerə qoyur, gözlərini qıyır, qonşuya baxıb çox vacib bir sual verir. Dayan görüm, tələsmə, bir mənə düzünü de. Bunların davası yaş üstündə deyil ki. Yəni biri o birinə sən qocalmısan, ya mən səndən cavanam deməyib ki. Qonşu təəccüblə deyir. Yox əşi molla, nə yaş, nə qocalıq, tamam ayrı məsələdir. Nə bilim, qazan boskap söhbətidir. Molla bunu eşidən kimi təzədən yayxanıb oturur yerində, əlini də yelləyir. Onda arxayın ol, get işinin dalınca. Mən də dedim görən nə olub? Əgər dava yaş üstündə deyilsə, onlar çoxdan barışıblar, indi oturub şirin-şirin söhbət eləyirlər.